Salam, bizi izləyənlər, bizim mətbəxi izləyənlər. Bugün mən sizinlə bölüşmək istədiyim bir şirniyyat var ki, hansı ki çox dadlı, ləzzətlidir. Limonçik adlanır, yəni içi limon načinkalı bir şirniyyatdır. Əgər axıra kimi baxsanız, izləsəniz, mənə elə gəlir ki, sizdə maraqlandıracaqdır. Buna görə bizə nə lazımdır? Buna görə bizə 2 stakan un, 2 stakan un, 1 yumurta, xəmir üçün lazım olan şeylər. 2 stakan un, 1 yumurta, esensiya, vanil, qabartma tozu, yağ 100 qram, bir balaca pesok olacaqdır. Bir də ki, ya qatıq, ya smetan. Mən məsəl üçün qatıq götürmüşəm, bir yarım stəkandan biraz az. Onun üzərinə də biraz süt töymüşəm. Qatıqla sütü qarışdırmışam. Yəni belə də olar. Kim istəsə ancaq qatıqdan istifadə edə bilər və yaxud da ki xamadan. Balaca xamalar olur, onlardan istifadə edə bilər. Sonra isə bu xəmiri düzəldəndən sonra biz içlik düzəldəcəyik. İçliyi də bir dənə limondur, bir də pesokdan ibarət olacaq. Onu da göstərəcəm sizə. Əvvəlcə biz deməli un ələyindən keçirdirik. Yəni stəkanla mən ölçmüşəm, vaxt getməsin deyənə artıq ələkdən keçirtmişəm. Hazırda 2 stakan undur. Bunun üzərinə soyuducudan soyuq halda biz yağı götürürük. Margarin yağı da ola bilər, kərə yağı da ola bilər. Mən margarin götürmüşəm. Siz də istəsəz margarin götürə bilərsiniz. 100 qram deməli yağ olacaqdır. Əgər bu yağ sizdə yumşaq haldadırsa, onu əllə ovarsınız, onunla birlikdə. Amma mən bunu çörpadan keçirdirəm. Bəlkə haldadır deyənə çörpadan keçirdəcəm. Gördüyünüz kimi. Bu şirniyyat demək olar ki, evdə bizim tez istifadə elədiyimiz şirniyyatdır. Yəni limon tamlı olduğuna görə turş məzə çox ləzzətlidir. Çayla, çay süfrəsində yaxşı gedir. Bax, belə elədik. Körpədən keçirdik. Bunu indi əlimizlə ovuşduracağıq. Bax, belə. Ki, adnarodlu massa alınsın. Yəni bir növ bir şey alınsın. Deməli, bunu belə ovduq, görürsünüz. Bura bir xörək qaşığı şəkər tozu. Bunu da qarışdırırıq. Bir də qabartma tozu. Bir çay qaşığı qabartma tozu. Məndə burada az qabartma tozu. Bunları da qarışdırırıq. Bir balaca duz. Halallıq üçün balaca duz. Bir çay qaşığı esensiya. Bir çay qaşığı esensiya. Bir dənə yumurta. Bir də bu qarışığı tökəcəyik. Biraz qarışdırın. Bu nə qarışıq? Bu qatıqla südün qarışığıdır. Biraz qatıq çoxdur, süd bir balacadır. Hardasa yarım stəkan, ikisi bir yerdə yarım stəkan. Vanil yadımızdan çıxdı. Biraz. Bir paçka vanil. Vanil bilirsiniz ki, bütün şirniyyatların demək olar ki, əsas bir
məhsuludur. Çünki bunun ətri gəlməsə, o şirniyyat kimi bizi cəlb eləyə bilməz. Ona görə vanildən istifadə edin həmişə şirniyyatlarda. Əksəriyyət insanlar vanildən ümumiyyətlə çox istifadə edirlər. Ətrini çox sevirlər. Yəni ətirli olan şirniyyatları çox sevirlər. Mən də o insanlardanam ki, yəni vanil ətirli şirniyyatları sevirəm. Və beləliklə bunları belə qarışdırırıq. Adnarodlu bir massa alınmalıdır, xəmir və bunu soyuducuda 2 saat saxlamalıyıq. Soyuducuda 2 saat saxlayıb, sonra isə yayıb biz limon naçinkasını, deməli o peçeniya deyirlər, limonçiki də limonlu peçeniyalardır. Onun içərisinə qoyacağıq. Budur, xəmirimiz hazırdır. Yumuşaq, bax belə bir xəmirdir. Yəni narahat olmayın belə olmağına. Yəni xaladenikdə, soyuducuda 2 saat qalıb, çox qəşəng özünü tutacaq və yaxşı yayılacaqdır. Bunu qoyuruq kloka və göndəririk xaladenikə, soyuducuya. İndi isə bunu soyuducuda qalana kimi biz naçinka ilə məşğul olacağıq. Biz indi deməli, xəmirimiz soyuducuda qalana kimi onun içliyini hazırlayacağıq. Bu içliyə bizə nə lazımdır? Bir dənə limonu götürürük. Bu limonu sürtkəcdən keçirdirik. İri gözündən, qabıqlı. Artıq çörkadan keçirdik bir limonu. İndi onun üzərinə yarım stəkan şəkər tozu, pesok tökəcəyik. Və qarışdıracağıq. Hər peçenyanın içindən görəcəksiniz. Peçenya deyil, bu qat-qatlı bir həm pirojna kimi də həm peçenyadır. Onun içərisinə bu içlikdən bir də hərəsinə bir dənə ağ gilas vareniyası kimdə varsa. Yoxdursa başqa bir vareniyanın dənəsindən qoymaq olar. Ya lap yoxdursa heç birindən lazım deyil. Yəni şərt deyil ki, ancaq vareniya olsun. Bunu belə qarışdırırıq. Kim limonu çox sevirsə, turş çox sevirsə, şəkərini az eləyə bilər. Artıq naçinkamız bax gördüyünüz kimi hazırdır. Naçinkanı da qoyacağıq soyuducuya, xəmir də düzələnə kimi. Bir də bu vareniya, ağ gilas vareniyasının dənələridir. İndi qoyanda görəcəksiniz içliyi hazırlayıb qoyacağıq. Artıq xəmirimiz soyuducuda 2 saat qaldı. Bax bu cürə görürsünüz. Qəşəng bir xəmir alınıbdır. Bunu indi çıxartmışıq biz soyuducudan və başlayırıq deməli limonçiklərimizi hazırlamağa. Bir balaca un tökürük. Naçinkası da çıxıb hazırdır. Deməli bu xəmiri böləcəyik. Deməli 1, 2, 3, 4, 5, 6. 6 yerə. İndi bunları belə gündələyəcəyik. Kündəliyib hamısını yığırıq hazır. Sonra başlayıb yayıb düzəldəcəyik peçenyalarımızı. Duxovkanı qoymuşuq isinməyə. Duxovka isinməlidir. Başlayırıq xəmirimizi, birinci xəmirimizi yarmağa. Birinci xəmirimizi yaydıq. Bunu bax belə uzun-uzun hissələrə bölürük.
İndi başlayırıq naçinkamızı qoymağa. Baxın, naçinkanı qoyuruq. Naçinkanı qoyandan sonra hərəsinin yanına bir dənə gilas vareniyasını, dənəsini belə qoyduq. İndi baxın necə eləyirik. Əvvəlcə bu istiqamətdə buralarını yaxşı-yaxşı bağlayırsınız. Buranı bağlamasanız da olar, ortanı. Sonra gəlir bu istiqamətdə. Görürsünüz. Sonra belə paket kimi. Axıra kimi bu cürə fırlara gedirik. Axırda isə möhkəmlədəcəyik. Altını belə eləyirsiniz. Açılası deyil onsuz da. Bu cürə. Bir yığacaq listə. Bu birini də göstərəcəm. İndi birini də göstərəcəm sizə. Baxın, diqqətlə baxın. Hardasa yarım çay qaşığı naçinkadır. Bir dənə ağ gilas vareniyasından. Ağ gilas yoxdursa, başqa gilas növlərindən də olar. O yoxdursa, ümumiyyətcə heç lazım da deyil. Baxın, belə qatlaya gedirik axıra kimi. Axırını isə özümüz səliqə ilə düzəltməliyik ki, burada çıxıntıları görsənməsin. Buralarını möhkəm eləyirsiniz və salam. Belə bu vəziyyətdə düzürük. Artıq bir list limonçiklərimiz hazırdır. Bunun üzərinə bir yumurtanın sarısıdır, yarım çay qaşığı duru yağdır, bir də biraz sarı kök. Bunları qarışdırmışam. İndi onların üzərinə çəkəcəm və istilənmiş duxovkamıza qoyacağıq bişməyə. 15-20 dəqiqə 200-250 dərəcə temperaturda. Deməli, biz 6 dənə kündə elədik, 6 kündə. Hər kündəni yayanda o kündələri də 5 yerə böldük. Və hər kündədən 5 dənə belə bir peçenya hazırlanır, çıxır. Təsəvvür eləyin ki, o dediyim ərzaqlardan, yəni 2 stəkan un və s. ondan hardasa bir 30 dənə belə peçenya hazırlanır. Çox sərfəlidir, qənaət eləyə bilərsiniz siz. Belə yumurtalayıb qoyacaq duxovkaya. Hazır vəziyyətini də göstərəcəm. İçini də göstərəcəm sizə. Necə içi hazır olubdur. Baxarsınız. Budur artıq limonçiklərimiz hazırdır. Baxın, görünüşü bu cürədir. Baxın. Arxası belə çox qəşəng. Dadlı limonçiklərdir. İndi içini də kəsərəm, baxarsınız. İç hissəsinə baxın. Baxın bu cürə. İçində limon, bir də ağ gilas qoymuşduq, həmin o. Yeyəndə turşla şirin qarışığı tamam gəlir. Buyurun, əgər sizi maraqlandırırsa, siz də hazırlayın. Nuş olsun. Və sizi maraqlandıran bütün sualları biz cavablandırmağa hazırıq. Sizi hansı yeməklər, hansı şirniyyatlar maraqlandırırsa, o haqda bizə yazın.